Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdehu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne astakal hadisi kitabullah ve hayral hadi hadi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrel umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr. İlk olarak arkadaşlar Allah subhanahu ta'ala dilərəm ki, qardaşımızın qurbanını qəbul etsin. Allah subhanahu ta'ala onun övladlarını bu ümmətə faydalı etsin. Necə ki, Allah Resulü sallallahu dua deyir ki, Allah subhanahu ta'ala onun yetkinlik yaşına çatdırsın və onun gözəl əməllərini sənə yaşatsın. Yəni görəsən, və həmçinin gözünün deyir, çırağı eləsin. Yəni sevinci, o deməkdir. Həm də çox belə böyük nemətlərdəndir. Bu da Allah subhanahu ta'ala bizə verdiyi nemətlərdən biri idi. Necə bilirsiniz ki. Həmçində ki, bilirsiniz necədir? Həm də böyük məsuliyyətdir. Yəni, çünki biz ona görə sorumlu olacağıq. Allah subhanahu deyir ki, Əl-İmran surəsinin 102-ci ayəsində buyurur ki, eydir iman gətirənlər, Allahdan layiqincə qorxun və ancaq müsəlman olduğunuz halda ölün. Düzdür? Bu, Allahdan layiqincə qorx deyəndə, bilirsiniz necədir? Yəni, bu hər şey əhatə edir. Bu, yəni, sənin, elə bil ki, yəni, necə məsələ üçün çalışsan, gözünü qoruyasan, namazlarını qoruyasan və s. Burada yəni təqva daxil olur. Necə ki, bilirsiniz, Allah Resulü s.ə.v insanları heç bir nə gözəllikdə, nə varlıqda fərqləndirmədi. Allah dərgahında hamı eynidir. Yalnız bir qism insandan başqa. Yalnız təqva çox olan, onun dəyəri daha çoxdur Allah qatında. Fərqlənir. Təqva da bilirsiniz necədir? Yəni bu zahirən o görünən bir şey deyil. Yəni, sənlə Allahın arasında olan bir şeydir. Necə ki, bir gün Allah Resulü s.ə.v deyir ki, zərrə qədər insanda təkəbbürü olarsa, o cənnətə daxil olmaz. Təşəllin, sahabilər həmən böyük bir şey düşürlər. Deyir, ey Allahın elçisi, bəs biz gözəl geyinirik, gecinirik, insanların geyimdə fərqlənirik və s. Axırda onda biz hamımız belə deyik, yox. Bu təşəbbürlük o deyil. Təşəbbürlük nədir? Təşəbbürlük olur ki, sən insan haqqı deyirsən, onu qəbulləmirsən. Təşəbbürlük nədir? İnsan sən nəsiyyət edirsən, onu qəbulləmirsən. Nə isə görə, özünü ondan üstün görürsən və yaxud da onu sən özündə yaşda kiçik görürsən və yaxud da nəsə aranda var. Bunlar hamısı ona daxil. Allah qorusun, elə belə şey deyil. İndi ki, görürsən insanlara nəsiyyət edirsən və s. Görürsən, insan da qəbulləmək istəmirsən. Nə edirsən? Bizim dinimiz nəsiyyətdir. Amma Allah qorusun, yəni niyə görə sən qəbulləmirsən? Haqq deyilmi ona görəmi, yoxsa öz nəfsinə görə qəbulləmirsən? Yəni, əgər sən nəfsinə görə qəbulləmirsənsə, Allah qorusun, ola bilsin ki, ora düşəsən. O qismə düşəsən. O qismə də düşsən artıq, yəni zarafat deyil. Yəni zarafat deyil, bu oyun oyuncaq deyil. Təsəvvür ki, əməllərin puç olur. İnsan nətərdir? Fanidir, dünyadır. Bax, əlhəmdülillah, oturmuş təbiətdə Allah'a sonsuz saylı şükürlər olsun. Gözəllikdir, amma bir də bir vaxtlıqdır. Bir vaxtdan sonra çıxıb gedəcəyik və bunlar olmayacaq. Nəyə ki, buradan geçəcəyik? Həmçinin bu dünyadan da köçəcəyik. Düzdürmü? Sən necə ola bilər ki, müvəqqəti bir həzləri, müvəqqəti bir oyunları əbədi olana dəyişəsən. Görürsən, insan bilsən nətər? İnsan yuxudadır sanki. Bu da şeytan insanı qoyubdur başını yastığa bildiyin. İnsan çox qaflətə düşür. Qaflətə düşmək qardaşlar problem deyil.
Necə? Yəni əslində əsl odur ki, düşməyəsən. Yəni bu problemlər hamımızda olur və ola da bilər. Problem nədir? Problem odur ki, sən o qaflətə düşüb bir daha oyanmamağın. O qaflət üzərində ölməyin. Sən zəifliysən axı. Oturursan kinolara baxırsan. Artıq görürsən ki. Oturursan boş-boş şeylərlə. Subhanallah, sən bəyəm o sənə verilən dəyərli vaxtı hansından sən ibarətsən o vaxtdan. Sən onu elə dəyərsiz şeylərə istifadə edirsən. Halbuki bir ayə belə oxusan, bir dənə Bismillahirrahmanirrahim, düzdürmü? Nədir? 19 hərf var. 190 savab edir. Bir dənə Bismillahirrahmanirrahimdə. O ki, qaldı ki, sən bir səhifə oxuyasan, yarım cüz oxuyasan, gör nə qədər savab var. Yəni, qorxmaq burada, yəni həmçində əlbəttə ki, burada xatir edir ki, yəni sən övladlarına görə də qorxmalısan Allahdan. Təhrim surəsinin 6-cı ayəsində Allah Subhanahu buyurur: "Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun." Yanacağı nə olan? İnsanlar və daşlar olan. Özünüzü və ailənizi, övladlarınızı. Yəni, əlhəmdülillah, sən çalışırsan bu dünyada qorumağa. Bir xəstələnəndə, bir onun nəsə olanda insanın qəlbi alır. Çünki səndən o bir parçadır. Qəlbinin bir parçasıdır evladın, düzdürmü? Sən bilirsən və istəmirsən ki, o öbür dünyada da yansın. Çalışmalısan, axıra kimi. Hidayət verən Allah Subhanahu wa Ta'alədir. Amma yalnız yəni bəzi qardaşlar bilir ki, bu dünyava olan onların ehtiyacını ödəmək, ki, sən o haqlarını vermiş olsan. Yox, qardaşlarım. Bu haqlardan biri idi. Və ola bilsin ki, ən elə balacasıdır. O demək deyil ki, sən bu haqqı verməli deyilsən. Bəzi qardaşlar əksini başa düşür. Deyir, əsas o birisidir, geyindirmə, içizdirmə, işləmə, otur evdə. Yox, elə olmaz. Ya sən hamısını eləməlisən Allahın izni ilə, hamısını. Mütləq şəkildə. Yəni, burada biz nə başa düşürük bu ayədən? Nə anlayırıq? Yəni, yalnız necə qeyd elədik, övladını yalnız dünyavi baxımdan deyil, onun haqqını ödəmək. Dini baxımdan da nə eləməlisən? Tərbiyə etməlisən. Ona tövhidi öyrətməlisən. Namazı, Quran-ı Kərimi və Peyğəmbərin sallallahu aleyhi və səlləmin düzdürmü? Sünnəsini. Mütləq şəkildə. Ən böyük də məsuliyyət valideyn daşır, bax, bunda qardaşlar. Və buna diqqət edin. Bu məsələ də ki, əziz qardaşlarım, yəni sən bunu istəsən də eləyə bilmərsən, əgər özün əməlləməsən, əgər özün elmini artırmasan. Yəni, sən boş-boşuna olası bir şey deyil bu. Mütləq şəkildə birinci nə eləməlisən? Öz üzərində işləməlisən. Qardaşlar, diqqət burada olsun. Mütləq şəkildə özünü düzəltməmiş, yəni heç kimi düzələ bilmərsən. Bu əqiqdən bəs, indi biz əqiq kəsdidə qardaşımız, Allah Subhanahu qeyd elədik, qəbul eləsin. Əqiq nədir, qardaşlarım? Bu nemətlərə görə, yəni Allah Subhanahu wa Ta'ala'ya şükür eləməkdir. Və yaxud da ki, Allah Subhanahu wa Ta'ala'ya şükür eləməyin aləmətlərindən birisi idi. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurmuşdu, hər bir uşaq əqiqi ilə girovdur. O əqiq kəsilməyincə onun girovudur. Bəli, 7-ci gün onun üçün qurban kəsilir. Saç qırxılır və adı qoyulur. Ad qoyulmaq məsələsi bilirsiniz necə ki, bu ola bilər ki, necə ki, hədislərə görə uşaq anadan olanda olsun, uşaq hətta anadan olmamış olsun. Çünki Peyğəmbər s.ə.v artıq İbrahim oğlu anadan olanda deyir ki, İbrahimim oğlu anadan. Onu görülür ki, yəni təxminən deyir ki, oğlum olsa İbrahim qoyaram adını. Aydındır. Və yaxud olandan sonra qoyulur. Deyir ki, səmmeytükə, yəni sənin adını qoydum İbrahim, Muhammed, Musa və yaxud da Zeynə və s. ilə axır. Və yaxud da belə hədisə uyğun 7-ci gündə qoyulur.
7-ci gündə qoyulur. Saç qırxmaq məsələsi də bu oğlanlara aiddir. Qızlar məsələsi ixtilafdır. Amma ona baxmayaraq, yəni bəzi alimlər görür onun qırxılmasında. Və qırxılır, indi o mövzuya daxil olmuruq. Onun miqdarında ya gümüşdən, ya da qızıldan sədəqəsi çıxarılır. Həmçində Allah Rəsulü s.ə.v buyurmuşdu başqa bir hədisdə, oğlan üçün 2 oxşar qoyun, qız uşağı üçün isə bir qoyun kəsilər. Bir qoyun. Və bu hədisdən də nə anlanılır? Yəni Allah Rəsulü s.ə.v-in bu məsələ, yəni bu belə əyiq məsələsini təsdiq elədiyi bir şeydir və özü də ki, həyata keçirdiyi. Və bu məsələ elə belə məsələ deyil. İmkan varsa sözsüz ki, Allah subhanahu wa ta'ala heç kimin gücü çatmadığını yükləməz. İmkanın varsa kəs. Xüsusən də bu qurban kəsmək o böyük əzəmətli ibadətdir. Çox. Və geyişdirmə. Burada da ki, qardaşlarım, bizim toplanmağımız, o bilsin ki, indi kiməsə gəlsin ki, yalnız toplanmaq. Mən ümid edirəm ki, bizim içimizdə elə bir qardaş yoxdur. Amma olur da, qıraqdan baxılan elə bilər ki, məclisdən məsələsini toplanmaq, yığışmaq, yalnız yeməkdir, içməkdir. Xeyr. Ya, məclisin məqsədi təkcə yemək və içmək deyil. Ən böyük məqsədi Allahın nemətinə şükür etmək, qohumluq əlaqələrini möhkəmləndirmək, müsəlmanları sevindirmək və Allahdan bu uşağın salih övlad olmasını diləməkdir. Hər ağızda bir dua var. Hər insan bilmirsən kimin duası daha tez qəbul olar. O bilsin ki, yəni o şəxsdən o qədər Allah subhanahu ta'ala yaxın bir bəndədir ki, o dua eləyər, onun duası qəbul olar. Və bir dənə o dua ilə sənin övladın bütün ömrü dəyişər. Yəni məqsəd budur. Məqsəd o düzdür, əlhəmdülillah, Allah subhanahu ta'ala bizə qadağa eləmədiyi əyləncələri niyə eləməyək? Amma o demək deyil, bizim həyatımız yalnız oyun və əyləncələrlə keçməlidir. Bu bir hissə olar. Zaten bu dünyanı, bu həyatı şeytan bəziyibdir. Yalnız bu dünya ondan ibarətdir. Əgər özünü boş-boş buraxsan, bir də görərsən ki, ölüm mələyi gəlir və heç nə yoxdur. Deyərsən, qaytar məni, biraz da salih əməli görüm, qaytar məni onu ilim, bu ilim. Və sonra görəcəksən ki, Allah qorusun, dəftərində qeybətdən və yaxud kimiz haqlarına girməkdən başqa bir şey yoxdur. İnsan gərək ağıllı olsun, hazırlaşsın mütləq şəkildə. Mütləq. Daim çalışmaq lazımdır. Xüsusən də qardaşlar, bugün gündə yəni biraz mövzudan uzaqlaşım. Yəni görürsən ki, insanlar arasında bu qeybət məsələsi həqiqi çox ki, yayılıbdır. Və yaxud da həsəd. Həsəd niyə görə Allah Rəsulü s.ə.v deyir ki, insanı həsəd cəhənnəmə salacaqdır. Yəni həsəd əhli cəhənnəmdə yanacaqdır. Niyə görə? Ona görə ki, o Allahın verdiyi nemətini elə bilir ki, razı deyil ondan. Yəni Allahın qədəri ilə razı deyil. Allahın yazısı ilə razı deyil insan. Ona həsəd edir, ona paxıllıq edir. Sonra Allah subhanahu da verir o neməti ona. Düzdürmü? O insan həsəd edir, razı deyil Allahın qədəri ilə. Deyir, mən sizin filan kəsdə övlad var, məndə yoxdur. Başlayır həsəd eləmək. Və ya filan kəsdə minik var, məndə yoxdur. Filan kəs varlıdır, mən kasıbam. Filan kəs elədir, belədir. Bunu Allah eləyib. İnsan yəni bu şeylərə diqqət eləməlidir və Allah'a sığınmalıdır. Mütləq şəkildə. Qeybət isə necə bilirsiniz ki, alimlər deyir ki, ondan belə daha çirkin bir şey olsaydı, Allah subhanahu onu zikr eləyərdi. Quran-ı Kərim necə bilirsiniz deyir, biriniz razı olarsınızmı qardaşının meyitinin ətini yeməyə? Və ölübdür insan, kəssən ətin yiyirsən. Necə biraz bundan qabaq kebab yedin, necə bundan qabaq nemətlər elə yeyə bilərsən, əlbəttə eləyə bilməlisən ölmüş qardaşını. O ondan daha pisdir. Yəni, bəzi qardaşlar elə bilirlər ki, o insan yoxdursa, amma sən düzgünün danışsanız, bu qeybət deyil. Qardaş, elə budur qeybət. Qeybət sən o insanda olan şeyi danışmağındır. Yəni, onun xoşuna gəlməyən bir şey. Əgər onda olmayan bir şey olsa nəyə daxil olur? Onda bu olur artıq iftira, böhtan.
Düzdürmü? Bəli. Olmaz qəti şəkildə. İnsanlar içində belə olanda sən onun eybini belə ola aça bilmərsən. Olmaz. O ki qaldı o olmayanda. Sünnədən sən desən sünnə əhliyəm. Deməli sünnə əhlisənsə Allah Rasulullah sallallahu əleyhi və səlləm necə sən əmr eləyib, sən elə olmalısan. Sələflər necə olublar bu məsələdə elə olmalısan. Sən təkcə saqqal saxlamaq deyil ki, isbal saxlamaq deyil ki, vaxt misli geyib gəlmək deyil ki, vaxt misli 5 vaxt namaz qılmaq deyil ki, bundan ibarət deyil sələflik və ya bidət əhlindən çəkindirmək. Bütün məsələlərdə sələflər necə olubsa elə olmaq. Yəni salihlər, sələflər kimdir? Sahabələr, əhl-i beyt, hamısı. Peyğəmbər s.ə.v başda olmaq şərti ilə və ondan sonra gəlir. Baxırsan ki, sələfi necə olubdur qardaşına tövsiyə eləmək məsələsində? Sən elə olmalısan. Sələfi necə olubdur nəsiyyət məsələsində? Sələfi necə olubdur? Məsəl üçün, bu məsələdə, o məsələdə belə böyükdən, kiçikdən, anı ilə, atı ilə, mescidə girməkdə, mescidə çıxmaqda, hər şeydə sən bunu tətbiq eləməlisən. Mütləq şəkildə. Yəni, o olmayınca, yəni bərəkət də ki, azalır görürsən. Nemət azalır. Görürsən ki, sözün kiməsə keçmir. Görürsən ki, dəvətin getmir. Və s. Görürsən, işində ola bilsin ki, sən o elədiyin günahlara görə, necə bilirsiniz, qeybət özü böyük günahlardandır və Allah subhanahu teala'nın bağışlamadığı günahlardandır. Niyə görə? Deyərsən ki, ola bilsin ki, şirk deyib bəyəm. Şirk deyil, amma qul haqqıdır. Bəli, qul haqqına daxil olunur və o da ki, bağışlanmır. İndi Allah böyle doğrusun, yəni budur. Sən insandan deyib halallıq almalısan. Biliyorsun, birisi gəldi, qarış haqqın halillə də belə, bilmirsən nəyə görə halallıq alır, nə inləyir? Yox, deyilməlidir də. İndi o bilsin, desə ki, qaraş, yenə desə oldu qaraş, heç problem yoxdur, əlhəmdə qutardı. Amma çalışmalısan ki, olmasın bu şeylər qaraş. Niyə görə olmalıdır ki? Nə səbəbi olmalıdır? Yəni, olmasın qaraşlar. Sən təsəllə müvəqqəti bir həzli gəlmirsən bura, bundan həzz alsan bu neymətlərən. Düzdür, bu nədir ki? Cənnətin yanında, heç nə. Yəni, heç cürə onu vəsf eləmək dildə mümkün deyil. Nəyi? Cənnəti. Mümküniyyət yoxdur. Əbədi. Səllə və Allah qorusun cəhənnəm. Cəhənnəm odu da ki, burada yanan oddan 69 dəfə daha şiddətli. Necə ki, Buxari və Müslimdə gəlir hədisdə. Sən necə ola bilər ki, o elədiyin günahlar, cidin haqlar və s. zülümlər, onlara görə sən elə bilsən, elə belə olacaqdır. Və yaxud deyirsən, mən tövhid əhliyəm. Tövhid əhlisən, qardaş, o demək deyil ki, tövhid əhli nə cəhənnəm yoxdur. Tövhid əhlinə əbədi cəhənnəm yoxdur. Tövhid əhlinə əbədi cəhənnəm yoxdur. O demək deyil, insan tövhid əhlisi cəhənnəmə girməyə bilməz. Allah qorusun hər birimizi oradan. Amma tövhid əhli cəhənnəmə girə bilər. Sonra əbədi orada qalmayacaq. Amma nə qədər qalacaq bir Allah bilir. Və yaxud da gəlsən, o boyda haqqalara girirsən, və s. Necə ki, Allah Rasulullah s.ə.v başqa bir hədisdə deyir ki, nələr? Hər şeyin itirənlər, müflislər. Deyir ki, müflislər kimlərdir? Malının, mülkün itirən. Yox, müflis o deyil. Müflis deyir, arxain olur və ki, qiyamət günü onun savabları var və gəlir, görür ki, onun haqqına girib, bunun haqqına girib və onun savabları hamısı silinər və üstəlik də o insanların günahları yüklənər buna. Bunu mu istəyirsən? Buna mı çalışırsan? Bax, sən bunların hamısına iman gətirmirsən. Sən bunlara iman gətirmirsənsə, necə sən bəs eləyə bilərsən? Əgər səndə alınmırsa, onda yaxşıdır ki, elə görüşmə, oturma. Heç nə olmaz. Sən oturub əgər haqlara girirsənsə, oturub belə boş-boş ailəncilərlə vaxtını keçirirsənsə və ölümü gözləyirsənsə, ondan sonra ailənə vaxtını ayır. Ailənlə nəsə örgət, tərbiyəsi ilə məşğul ol. Deməli, səndə alınmır qardaşların oturmaq, durmaq. Olmaz belə. Və yaxud da görürsən ki, o insanlar səni Allahın dinindən uzaqlaşdırır. Allahın zikrindən uzaqlaşdırır. Sən nə edirsən? Qardaş olsa da Allahın zikrindən uzaqlaşacaqsan, o əyləncələrə qatılacaqsan? Əlbəttə ki, yox. Gözəldir, əziz qardaşlarım, qardaşlarla oturmaq da, yemək də, içmək də, vaxt keçirmək də. Amma o şey səni axirətdən uzaqlaşdırırsa, o problemdir. Günün gündə biz məhkruh dediyimiz şeylər, o vaxtı, o sahabələrin vaxtında onlar böyük günahlar sayılırdı.
Onlarda yox idi qardaşlar ki, bu məkruhdur, bu sünnədir, bu vacibdir. Yox. Onlar bir şey bilirlərdi. Onlar olmaz. Tarih getdi. Sən də ki, vaxtdan ibarəsini deyir ki, İbn Sina rəhməhullah deyir, Adəm övladı, sən deyir, o deyir, günün deyir, nəfəslərdən ibarətdir. Hər nəfəsin getdikcə o səndən gedir, sənin hissəndən gedir, hissələrindən gedir. Hər nəfəsin getdikcə yaxınlaşsın o qəbirə. Təsəllə o nəfəsini sən istifadə edirsən, elə bir boş-boşuna. Amma halbuki o nəfəsini istifadə edə bilərsən, bir dənə Subhanallah deməklə, La illallah deməklə, Elhamdülillah deməklə, Allah Ekber deməklə. Hər deyəndə də sənə nəsə savab yazılır və ya cənnətə nəsə tikilir. Bu yaxşıdır, yoxsa oturub qeybət eləmək, yoxsa oturub lağlaq eləmək. Lağlağın içində bilirsən yalan girir, lağlağın içində bilirsən nələr girir və s. axır. Biz bir-birimizi qardaşlar düzəltməyincə, bir-birimizi xeyrə yönəltməyincə, yəni ümmət, millət, xalq düzəlməyəcəkdir. Bəli, sən əgər bugünkü gündə belə haqqı belə şeylərlə məşğul olsanız və ya belə şeylər göz yumursanız, ona görə insanlar, cahillər nə gündə olsun? Yəni dini bilməyən, düzdürmü? Və belə qardaşlar, qısa olaraq nəsihətim bundan ibarətdir, sözsüz ki, Allah Subhanahu eşitib bizi faydalı eləsin və Allahım qardaşımızın bu övladını və yaxud da övladlarını İslam üzərində böyüt, onları Qurana bağlı, sünnəyə tabi olan, valideynlərinə itaətkar, ümmətə faydalı, salih bəndələrinə et. Onu və yaxud onların, qardaşın övladlarını və bütün müsəlman qardaş bacıların övladlarını şeytanın şərindən qoru və ömürlərinə bərəkətli et və dünya ilə axirət xoşbəxtliyi onların üzərində daim olsun. Və Allah Subhanahu Taala diləyirəm ki, o övladların da ki, valideynlərinə və həmçinin də başqa qardaş bacılarımızın övladlarının, valideynlərini səbir, hikmət və gözəl tərbiyə verməyi nəsib etsin hər birimizə. Onları bu əmanəti layiqincə qoruyanlardan etsin və hər birimizi. Əlbəttə ki, övladlar biz üçün əmanətdir. Sonda isə Peyğəmbərin Muhammed s.ə.və onun ailəsinə, yəni əhl-i beytinə və bütün sahabələrin Allahın salavatı və salamı olsun. Və subhanəkallahumma bihamdik, əşhədu ən la iləhə illə əntə, əstəğfiruka və etûbu ileyk.